Yolun düz qırağında gördünüz evi dostlar. Trasın üstüdür. Bax bu da Oba market. Hər yerə yaxın. Aynı keçirik yavaş yavaş yolu qırağına. Mən sizə göstərim. Qaçaq. Baxın dostlar, bu evdir. Düz demək olar ki, yolun qırağıdır. Bax görürsünüz. Düz yolun qırağında süsün 2 mərtəbəli həyət evi tapmışam, göstərirəm. Video sona qədər baxın. Bütün məlumatları videonun sonunda deyəcəm. Yəni qiymətlə ünvanı gördünüz. Düz yolun qırağı. Qiymətlə ünvanı videonun sonunda deyəcəm dostlar. Səbirli olun, səbirlə baxın. Bütün məlumatları deyirəm. Baxın, əkin əkmək üçün yer saxlanılıb. Evin qabağında balkonu var. Pəncərələr hamısı şəbəkə, panorama. 3 sot torpağın içində. Evin arxasında da həyəti var. Ona görə deyirəm, video sona qədər baxın. Bütün məlumatları biləsiniz. Birinci mərtəbə beton monolit. 1 ilə 2-ci mərtəbənin arası beton monolit. Pəncərələr gördüyünüz kimi panoramadır, şəbəkədir. Baxın. Hər şeydə yanında. Bax, marketdir, aptekdir, restoranlardır. Hər bir şey yaxınlığında. Bax, bura koridor. Gördüyünüz kimi geniş koridoru var. Şkaf yığa bilərsiniz burada. Keçə ilə başlayaq zaldan. Bura evin zalı. Burada. Bura mətbəxi. Baxın. Bura mətbəx. Burada bir yataq otağıdır. Baxın dostlar, buranı deyirdim sizə. Yəni buna baxın. Bu da evin arxa hissəsidir. Gördünüz. Burada magistral yol. Evin arxası da yola baxır. Çox qəşəng yerdədir. Əla yerdədir. Bura hamam tualetidir. Burada əl yumaq yeri zadı görürsünüz, şlanqların yerini. Burada hamam tualeti baxın. Duş kabin yeri. Keçə 2-ci mərtəbəni göstərim sizə. Pləkanlar da betondur. 1 ilə 2-ci mərtəbənin arası beton monolitdir. Baxın, 2-ci mərtəbənin koridoru. Baxın. Bura balkonudur. Yolda görürsünüz də düz yolun qırağında. Mən çəkilişə düz Oba marketin qabağında başladım. Keçdim yolu sizin üçün göstərir. Bax, həyət budur. Ətrafda hamısı yaşayış yeri də görürsünüz. Baxın dostlar. Bura olur koridor. Gəlirik bura. Burada bir dənə yataq otağıdır. Yataq otağının içində qardirobu var. Bura 2-ci mərtəbənin hamam tualetidir. Burada da bir dənə yataq otağıdır. Bu yataq otağında pəncərəsi. Yəni baxın buna. Gördünüz? Yoldur. Magistral yol. Evin sol tərəfi, yəni arxa hissəsi də magistral yoldur. Qabaq hissəsi də çox super yerdədir. Çox super yerdədir. Baxın dostlar, burada da bir dənə yataq otağı. Ev dostlar 5 otaqdır. Bu da öz həyətinə baxırdı biz qabağa, məhəllənin qabağına. Ev 5 otaqdır, 2 mərtəbədir, kubcalıdır. Yolun düz qırağındadır gördüyünüz kimi. Qiyməti 158.000 manatdır. Nağd alıcıya qiymətdə endirim olunacaq. Ünvan Maşdağa Nardaran yolu. Çox super yerdədir. Buradan Sibrizədə 5 dəqiqəlik yoldur. O belə. Dostlar, kanalıma abunə olun.
Yeni evlər çıxan kimi xəbəriniz olsun. Sağ olun, salamat qalın.